sky looks promising tonight. Don't look into the light, 'cause it could be too bright to leave that perfect world behind. Salam dostlar, Telman Live kanalına xoş gəldiniz. Bugünkü videomuzda kanalımıza aid olmayan bir şeydir. Yəni sökmə parçalama videosudur. Yəni normalla Telmanla yapdı. Niyə sökmə parçalama? Kanalımızda belə şeylər olsun da dedim. Gördüyünüz kimi önümüzdə bir MP3 player desəz, magnetofon desəz, necə artıq anlayırsınızsa elə bir magnetofon var. Bu magnetofon bugün sökəcəyik. Əslində gözəl bir magnetofon idi, amma çox köhnədir, artıq buna tələbat yoxdur. Qısacası disk və keçmişin kaseti ilə işləyir. Gördüyünüz kimi kaseti və disk yeri. Artıq kaset və diski oxudan lazerlərdə məncə ölmüş olar bunda. Köhnənin bir magnetofondur, çox gözəl magnetofon idi, amma dövründə indi isə flaşka və AUX girişləri çıxıb. Bunu isə dəstəkləmir, onun üçün artıq lazımsız bir şeydir. İndi isə bunu sökəcək. Burada gördüyünüz kimi sevgili dostlarımız deyib ki, xəbərdarlıq qırılıb eləsə qaranti keçmir. Bunun həyat qarantisi sönüb. Nə edirik biz qarantini? Sökməmişdən əvvəl yəni bəzi lavazımatları yığacaq. Atverkadır, qısaşqa, kəlpətin və sair kimi alətlər və öncədən hazırladım, yəni belə bir qablar, şurup, motor və yaxud da nə çıxsa bu qablara yığacam. Çox vaxt itirmədən keçək videomuza, bu sevgili dostumuzu sökək. Dəstəmizdən sonra keçək əşyalarımıza. Birinci belə bir şuruplarını çıxdı və burada da bir-iki əşya daha. Ondan sonra iki dəyərsiz bir metal, heç bir yerdə işlədə bilməyəcəyimiz. Bir oyun pultuna oxşar bir əşya daha. Üzərindən bir-iki sxem işlədə biləcəyimiz bir əşya daha. Qabağımıza bir saf alüminium çıxdı, bunu da sxem soyucusu olaraq işlətmək olar. Ondan sonra bir belə kağız plaka və 2 dənə yenə bir metal daha. Keçirik əsas platamıza. Platamızda bir neçə sxemlər var, bunların bir neçəsini tanımıram. Bizə burada kondensator, həm transformator lazım ola bilər. Belə çox belə dəyərli şeylər yoxdur. Bu səs üçün olduğuna görə bəzi mikrosxemalar var, onlar da mən işlədəcək deyil.
Əsas kutumuz bu və budur. Bunları isə indi söküb parçalayıb görək içindən nə çıxacaq. Bunların hər birindən sökülənləri sökəcəm. İçindən nə çıxdığını həqiqətən çox... Motora baxın. Çox gözəl. Səbirsizlənirəm. İndi isə keçək bunların sökülməyinə. Bir də yadımdan çıxdı. Belə bir kaset çıxdı. Bunların isə indi nə musiqisi olduğunu heç bir fikrim yoxdur və elə bir texnikamız da yoxdur ki, bunu oxudaq. Onun üçün lazımsızdır, amma keçmiş xatirə olaraq yaxşı. Birinci istəyirsiniz bu əşyamızı sökək. Üzərində motor, yaylar və bir neçə dişli çarx var və bunları sökəcək. Belə baxanda gözəl bir hissədir. Heç adamı sökməyə gəlmir. Burası DJ-lərin oğludur. Bənzəyər əsasən. İndi isə keçək sökülməyinə. Bir neçə yay gördüyünüz kimi üstündə var. Başlayaq. شمع موازی هیو ادامت مکادی بوده شرم شیفون پرش فستانت هونه دوشم باشه کرویت مامت ما سوشتی مکسویتان گامت یاله آیا شایب اونو لولا دوتیک دیسی جاربن دومو فشه اون محل میشه دی آیشه دیدی موی آیشه موی دیمولا aman demola aman demola دیدم عشق آیشه موی دیمولا aman demola aman demola Buketi moja Ajše moj demola Aman demola Aman demola Ti demolaš Ajše moj demola Aman demola Aman demola شمع موازی هیو ادامت مکادی بوده شرم شیفون پرش فستانت هونه دوشم باشه کرویت مامت ما سوشتی مکسویتان گامت یاله آیا شایب اونو لولا دوتیک دیسی جاربن دومو فشه اون محل میشه دی آیشه دیدی موی آیشه موی دیمولا aman demola aman demola دیدم عشق آیشه موی دیمولا aman demola aman Gördüyünüz kimi tamamilə söktük, qurtardıq maqnitofonumuzu. İndi isə ondan çıxan hissələrimizə baxaq.
Yəni, gördüyünüz kimi bir neçə kutu bir şey çıxdı. Və bayaq da gördüyünüz kimi təmiz zibil olanları zibil qabına nə varsa işlədəcəklərimi də bir yerə yığdım. İndi isə başlayaq. Bir dənə lampamızı yandırım. Gördüyünüz kimi burada əsas sevdiyim əşyalar qoydum. Gördüyünüz kimi bax, motor, bir motor daha. Bir motor daha. Sürprizə bax, bir motor daha. Bunu aça bilsək. Motorlarımız bu qədər. Burada yəni mən bu elektrik açarına qərbə demişdim. Amma ondan da qərbəsi burada varmış. Tamam kiçik mikro elektrik açar. Bunları bir yana qoyaq. Gördüyünüz kimi bir led işıqdan bir elektrik açar daha. Elektrik açarı hansısa bir sensor olar. Bunu da yana qoyaq. Elektrik açarı, ledlər. Və bu gördüyünüz kimi bu əşya bir neçə magnetofonla axtardığım əşyadır, amma tapa bilmədiyimdir. Gördüyünüz kimi tamamilə salamat tapdım. Bununla isə bəlkə də bacara bilsəm lazer düzəltdim. Bu lazerdə yəni hər bir şeyi yandıran lazer olur. Bununla bəlkə gələcək videolarımızda görə bilərsiniz. Bir neçə çarx çıxartdım. Çarxın hamısını tökmək istəmirəm. Bunu da yerinə qoyaq. Qruplarımız oldu. Müəyyən cür və deyim ki, çox yay çıxdı. Hətta bir neçəsi də atdıqlarım içindədir yayların. Hətta çox yay çıxdı bundan. Və çox da lazım olmayan əşyaları da bunun üçün ayırdım. Tamamilə bu şəkildə idi. Yəni, nə var idi? Bu qədər. Videonda istəmirəm hamısını yerləşdirəm. Ola bilər ortada kəsdiyim yerlər olar. Çünki video həqiqətən çox keçdi. Yəni yığdırdığıma baxmayaraq yenə də video çox yer aparacaq. Onun üçün də artıq videomuzu ümumiyyətlə sonlandıraq. Videomu bəyəndisə bəyənməyi, bəyənmədisə bəyənməməyi, hələ də kanala abunə deyilsə abunə olmağı və paylaşsaz çox sevinərəm. Həqiqətən yəni bir neçə dostlarımıza xəbərdar olsun bu kanaldan. Çünki Azərbaycanın ən cool Hofdmek kanalıdır. Sağ olun, salamat qalın. Neçə videolarda görüşənə dək. Əlim də təmiz, bərbad günlər.